her bir insan için onun milli mensubiyeti, onun gurur mənbəyidir. Mən həmişə fəxr etmişəm. Bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam. Bugün mənim ürəyim Azərbaycan boydadır. Ürəyim Azərbaycan bütün cahan boydadır. Elə hey daş atırlar könlümün aynasına. Elə hey çalışırlar daş deyə aynasına. Uğrunda illər boyu sərt qayalar çapdığım, canımın bahasına qazandığım, tapdığım, azadlıq dediyimiz bu müqəddəs neməti, əqidəni, məsləki, hünəri, cəsarəti, zərin zorun gücünə əlimdən almaq üçün, ucalan bir bayrağı ayağa salmaq üçün əzəm var, əzilən var, yanan var, yaxılan var, yadların ayağına qul kimi yıxılan var, çul kimi sərilən var. Neçə arzular yorub, neçə sular yarmışam. Mən onu əjdahanın ağzından qoparmışam. Demə ki, bu ölkənin sahibi, yiyəsi yox. Demə kəsmir qılıncın, qını var, tiyəsi yox. Bu ölkənin başında başçı da var, baş da var. Vətəni həqdən sevən əsl vətəndaş da var. Bayraq azadlığım var, başım üstə yellənir. Torpaq azadlığım var, düzləri sümbüllənir, çölləri çiçəklənir. Alış, ocağım mənim, yellən, bayrağım mənim, oxut, dodağım mənim. Azadlıq nəğməsini, istiqlal havasını, ürəkdə yanan işıq, damarda qan oxusun. Azərbaycan oxusun, Azərbaycan oxusun.